10 il keçəndən sonra yenə də dünya çempionatında Azərbaycan boksçusu qalib gəldi. 10 il bundan qabaq Elvin Məmşizadə dünya çempionu olmuşdu. İndi də Dubayda keçirilən son dünya çempionatında 19 yaşlı Sübhan Məmmədov birinci yeri tutdu. Qızıl medal qazandı və 150 min dollar əldə edə bildi. Və maraqlı da odur ki, Sübhan Məmmədov ilk dəfə bu yarışda çıxış edirdi və 5 görüş keçirdib, hamısında da parlaq qələbə qazandı. Finalda da Rusiya idmançısı Edmond Xudayan üzərində qəşəng qələbə qazandı. Və maraqlısı həm də odur ki, Sübhan demək olar ki, Azərbaycan idmançıları arasında Olimpiya növlərini əlbəttə nəzərdə tuturam, ən gənc dünya çempionu titulunu əldə edə bildi. İndi ona bir arzum var, bir xahişim var. Hər şeyi unutmaq. Əlbəttə sənin ətrafında dostlar, qardaşlar, qohum əqrabalar çıxacaq, amma fikrini toplayırsan 3 ildən sonra keçiriləcək Olimpiya oyunlarında. Sən Azərbaycan idmanının tarixində birinci boksçu ola bilərsən ki, çempion olasan. Get, hazırlaş və çempion ol.